əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Azərbaycan-Ermənistan münaqişəsinin həlli idisə, bugün artıq bu məsələ gündəlikdə demək olar ki, durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq. O cümlədən iqlim dəyişikliyi ilə əlaqədar. Dünyanı narahat edən hər bir məsələni tribunalarda səsləndirən lider. Azərbaycan illərdir beynəlxalq təşkilatların zalında sadəcə iştirakçı kimi yox, proseslərin ritmini dəyişən rola sahibdir. Qoşulmama hərəkatında qlobal həmrəyliyə yeni nəfəs verən, Türk Dövlətləri Təşkilatında birlik xəttini gücləndirən, İqtisadi Əməkdaşlıq Təşkilatında isə siyasi və humanitar gündəliyi canlandıran məhz Azərbaycanın ardıcıl və özünə məxsus diplomatiyasıdır. Ölkə hansı məsələyə əl qoyursa, orada prosesin dinamikası yüksəlir, etibarı artmağa başlayır. Elə illərdir keçirilsə də çox az uğurlu nəticəsi olan COP nümunəsini yada salaq. Hörmətli dövlət və hökumət başçıları, xanımlar və cənablar, mən sizin hamınızı Azərbaycanda salamlayıram. Bu diplomatik ritim yeni üzv qəbul olunduğu təşkilatlarda da dərhal hiss edilir. D8 buna ən son nümunədir. Hələ üzvlüyün mürəkkəbi tam qurumadan Bakının təşkilatın mühüm tədbirlərinə ev sahibliyi etməsi əslində bir mesajdır. Siz də yaxşı bilirsiniz ki, bu təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı. Türkiyənin təşəbbüsü ilə və 8 ölkədən ibarət idi və bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu və əlbəttə ki, bu ölkəmizin nüfuzunu göstərir, eyni zamanda beynəlxalq aləmdə rolumuzu göstərir. D8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Etibarlı tərəfdaş imicinin arxasında isə sabit xarici siyasət durur. Azərbaycan özünü hər zaman problemləri həll edən ölkə kimi təqdim edib və elə o vaxtdan bəri Azərbaycan çox fəal iştirak edir. Azərbaycan təşkilatımıza bir çox töhfələr verib. Məsələn, ölkəniz təşkilata qoşulduğu gündən indiyədək təxminən 3-4 görüşə ev sahibliyi edib. Bundan başqa iqtisadi və ticari potensialını da nəzərə alaraq, onu aramızda görməkdən böyük məmnuniyyət duyuruq. Faydalar baxımından desək, təşkilat iqtisadi əməkdaşlıq qurumudur. Böyük bir bazara sahibik və Azərbaycanın məhsulları ixrac yolu ilə bu bazara sərbəst şəkildə daxil ola bilər. Sizin kiçik və orta biznesləriniz bu böyük bazar üçün məhsul istehsal edib ixrac etmə potensialına sahibdir. Yəni, yeni üzv olsa belə təşəbbüsün yükünü daşımağa qadirdir. Buna nümunə elə bugün 8 ölkədən 100-dən çox nümayəndənin iştirakı ilə keçirilən gənclər dialoqu idi. Azərbaycan kimi bir ölkənin bu ailəyə qoşulması o deməkdir ki, ölkə qlobal birliyin bir hissəsinə çevrilir və bu da digər ölkələrə geniş imkanlar açır. Digər üzv ölkələrlə əməkdaşlıq, rəqəmsal iqtisadiyyat, təhsil, ağıllı şəhərlər kimi sahələrdə birgə fəaliyyət imkanı yaranır. Hər bir ölkə öz ölkəsi üçün müxtəlif sənədlər, bəyanatlar toplaya bilər, amma birlikdə olanda fikir mübadiləsi yaranır və məhz Azərbaycan da həm də D8-in inkişaf etməkdə olan digər ölkələr üçün real dəstək ola bilər. Mənim üçün D8 platforması bu regionu daha yaxından tanımaq baxımından çox maraqlıdır. Amma bununla yanaşı, davamlı inkişafla bağlı məsələlər, şəhər planlaşdırması, qarşıda duran çağırışlar, məncə belə əməkdaşlıqlar hər bir ölkəyə fayda verəcək. D8 üçün bu tədbir çox önəmlidir, çünki burada davamlı şəhər salma ilə bağlı müzakirələr aparacağıq. Həmçinin Azərbaycanın bu təşkilata qoşulması və ev sahibliyi etməsi real nəticələr verəcək. Bəli, real nəticələr verəcək. Çünki ölkəmiz mövcud axına qoşulan deyil, axını yönləndirən tərəfdaşdır. Fidan Mahmudova, Fidan Şakir qızı, Mirəz Mirəloğlu, ASTV Xəbər.